Salam əziz futbol severlər. Rofun və Inter Baku komandalarının qarşılaşmasını izləyəcəyik inşallah. Və Inter Baku komandasının hücumu qarşısı alınır, amma yenidən möhtəşəm zərbə, amma top qapıdan kənara çıxır. Qapıdan zərbə. Məhəmməd Həsən istiqamətinə. Həsən çıxmaq istəyir. Bəli, Həsən iki nəfərin arasından çıxır, amma müdafiə onun qarşısına alır. Tamerlan topa toxunmur. Out və Rofun. Altı başlayır. Tamerlandan Həsən istiqamətinə ötürmə. Həsən və Abbas və Tamerlana çatmır top. Riyad. Out və Rofun. Biz gözləyirik ki, Riyad out atsın, amma və oyunda pauza yarandı. Və Məhəmməddən Abbas özü irəliyir. Üç nəfərin arasında qalır. Həsən ona köməyə gəlir. Və müdafiəçilər topu itirir. Tamerlan qazanır. Həsənə uzun ötürmə, amma Həsən çata bilmir topa. Həsəndədir, xeyr. Tamerlan da gəlir. Abbas Məhəmməddən out'a çıxır top. Inter Baku out başlayır. Out əllə. Səndən möhtəşəm çıxarış. Out. Inter Baku. Tamerlan üç nəfər özünə çəkir. Həsən istiqamətinə anlaşılmamazlıq. Yenidən Məhəmməddən Tamerlan istiqamətinə və out. Inter Baku. Abbas'tan geriye ötürmə, Riyad'dan uzun ötürmə, amma out. Inter Baku. Və oyuna altına başlayırlar. Riyad qarşısını alır. Həsəndən ötürmə olacaqmı, amma müdafiəçilər qarşısını alır və top Rəsulda. Rəsuldan uzun ötürmə Tamerlan istiqamətinə. Tamerlandan Həsən istiqamətinə, amma alınmır. Riyad və out. Yenidən out. Rofun başlayır. Abbas'tan out'a çıxır top. Qapıdan zərbə Rəsul başlayır. Həsən irəliləyir. Əli istiqamətinə top atacaqmı? Xeyr. Out. Rofun. Tamerlandan uzun ötürmək. Müdafiəçi topun qarşısını alır. Küşdən zərbə. Tamerlan küşdən zərbəni yerinə yetirir. Məhəmməddən top out'a çıxır. Out.
Məhəmməd Həsən istiqamətini atmaq istəyir. Amma qarmaqarışıqlıq var orada. Və müdafiəçilər xətti yağa bilmirlər. Və müdafiəçilərdən gələn top out'a gedir. Abbasdan Tamerlan götürmək istəyir, amma Məhəmməd Riyaddan Tamerlana, Riyad yenidən Tamerlan yerə yıxılır. Abbas və Rail oyundadır. Və Həsən Tamerlan çaşdırıcı hərəkətlərlə müdafiəçini keçmək istəyir. Qapıdan zərbə. Interbak komandası hücum qurmaq istəyir, amma Rofum komandası onlara imkan vermir. Out Rofum. Həsən istiqamətinə Raildən Abbas qarşısını alır. 2-3-dən zərbə. Nəzərinizə çatdırım ki, oyunun 7-ci dəqiqəsi davam edir. Və 2-3-dən zərbəni Həsən yerinə yetirdi. Məhəmməddən zərbə və yenidən 2-3-dən zərbə olacaq. Tamerlandan qapıya doğru, amma qapçı yerindədir. Müdafiəçilər yeni hücum qurmağa çalışırlar, amma top out'a çıxır. Tamerlana ötürmə, Tamerlandan Məhəmməd. Tamerlan out'un qarşısını alır. Yenidən out Inter Baku. Həsən müdafiəçinin attığı top öz oyuncularının üzünə dəyir, amma xoşbəxtlikdən heç bir şey olmur və Inter Baku out atacaq. Abbas qarşılayır və Inter Baku'nun hücumu və yenidən qapçı görmür, amma qəşəng bir gol vururlar. Bu isə onların gol sevinci. Hesab 1-0 Inter Baku'nun xeyrinədir. Həsən Tamerlandan əli istiqamətinə, amma out. Inter Baku və Tamerlan out'un qarşısını alır və top qapıya doğru gedir. Qapçı yerindədir. Qapçıdan Abbas istiqamətinə, amma Abbas deyəsən bu gün yıxılıdır. Abbasdan Həsən istiqamətinə, Həsəndən çıxan top out'a gedir. Out'u boşlayırlar. Məhəmməd nə iş görür? Abbasdan Riyad, yenidən Abbas. Məhəmməd hücum qururlar. Tamerlanı görür, amma yanındakı müdafiəçi də Həsəndən gözəl topa müdaxilə və küncdən out'u
Rail başlayır. Raildən ötürmə. Həsən qarşısını alır və təhlükə sovuşdu. Nəzərinizə çatdırım ki, oyunun 10-cu dəqiqəsidir və hesab 1-0 Inter Bakunun xeyrinədir. Məhəmməddən uzun ötürmə, Əli istiqamətinə, Əli irəliyir. Əlidən möhtəşəm zərbə, amma top qapıdan kənara çıxır. Birinci topu Məhəmməd qarşılayır. Yenidən Əli. Əli. Tuncay Tamerlan'a ötürür. Tamerlan'dan zərbə, top qapıdan kənara çıxır. Qapıdan zərbə. Interbak komandası yenidən hücuma qururlar. Abbas və zərbə, amma top ayağına gəlmir. Qapıdan kənara çıxır. Qapıdan zərbə ilə Riyad. Abbas. Abbasdan Tamerlan istiqamətinə keçə biləcəkmi? Tamerlan qarşısını alır. Out. Rofun. Abbas. Abbasdan Tuncay. Tuncay Məhəmməd və out. Tamerlan Əli istiqamətinə, qapçı yerindədir. Qapçıdan Riyad. Out Inter Baku. Abbasdan möhtəşəm zərbə, amma qapçı yerindədir. Qapıdan zərbə ilə başlayırlar. Interbak komandası hücum qurmağa çalışır. Əli onların qarşısını alır. Və Abbas və Tuncay'dan möhtəşəm gol. Bu isə Tuncay'ın gol sevinci. Hesab bərabərləşir. Oyunun 14-cü dəqiqəsində hesab 1-1 olur. Interbak komandası yenidən hücum qurmaq istəyirlər və Uğurdan Riyad istiqamətinə. Riyad ötürmə edəcəkmi? Etdi Tamerlan istiqamətinə. Tamerlandan Tuncay istiqamətinə, amma top out'a çıxır. Out'u başlayırlar və Tamerlan irəliləyir və zərbəsi dəqiq alınmır. Və Məhəmməddən zərbə yenidən top qapıdan kənara çıxır. Nəzərinizə çatdırım ki, oyunun 15-ci dəqiqəsinə gedirik və hesab 1-1 bərabərlik sürür. Out Inter Baku komandası. Uzun ötürmə, zərbə, amma Abbas və Məhəmməd yerindədir. Out Inter Baku və Uğur qarşısını ala biləcəkmi? Və qapçı yerindədir. Rəsulun çıxarışını Riyad çox oynayırlar qapıda. Rəsuldan Riyad istiqamətinə ötürmə. Riyaddan Tamerlandan Uğuru görür.
Ama Uğur Abbas, Mehmet ve Riyad vuracak mı? Kapıda çok oynuyorlar. Ve kapçı Riyad'dan ötürme alınmır. Kapıdan zərbe. Mehmet, Tuncay, Abbas, Tamerlan görecek mi Tuncay'ı ama Mehmet'ten top. Out. Inter Bakü hücuma başlayırlar ve Tamerlan ve Uğur'a istiqamətine. Uğur yeniden kapı istiqamətine gönderir topu ama qapçı təhlükəsizliyi sovuşturur. Tehlikeli sovuşturur daha doğrusu. Ve out. Rafım. Abbas. Abbas'tan uzun ötürme. Tuncay istiqamətine. Tuncay'dan yeniden geri ötürür ve Mehmet. Inter Bakü komandası hücuma geçir. Tamerlan topu ram etmək istəyir. Aman Allah. Bunlar təhlükəli oynayırlar. Abbas başıyla rəqib komandanın oyunçunun ayağına doğru hərəkət etmək istəyir və Tamerlan. Buradan başla. Türmə Nihat istiqamətinə. Mehmet'ten. Buradan Tuncay istiqamətinə. Tuncay'dan Mehmet zərbə vuracaq mı? İkinci zərbə və ikinci zərbə alınmır. Abbas topu ram edib vuracaq mı? Abbas'tan uzun ötürmə. Mehmet. Mehmet'ten Nihat istiqamətinə. Çox gözəl oyun gedir. Mehmet'ten zərbə ama müdafiəçi imkan vermir. Out. Rafım Nihat istiqamətinə. Nihat'tan uzun ötürmə. Tuncay Uğur'a. Uğur'un ayağına gelmir top. Abbas ve qapçı ve çok təhlükəli oynayırlar. Ve qapçı yerindədir. Tuncay topu ram edir. Tuncay'dan Nihat istiqamətinə ötürmə olacaq mı? Uğur'dan var ötürmə ve Nihat. Nihat irəliləyir, topa çata bilmir. Out. Inter Bakü. Mehmet istiqamətinə. Abbas'a da dəymir top. Qapçı yerindədir. Abbas'tan uzun ötürmə Uğur'a. Uğur irəliyəcək yoxsa ötürmə edəcək? Out. Rafım. Out. Rafım. Və Riyad fikirləşir ki kimə versin və Nihat istiqamətinə ötürür. Nihat'tan ötürmə olacaq mı? Nihat. Riyad. Riyad'dan Abbas. Abbas stop edir ve Nihat'tan Mehmet'e. Mehmet'ten yeniden Nihat'a. Nihat. Oyunun 20. dəqiqəsidir və oyunun bombardiri Yusif oyuna daxil olur. Və Yusif'dədir top. Yusif'dən gözəl ötürmə Nihat istiqamətinə amma müdafiəçilər onların qarşısını alır. Out. Rafım. Və birinci hissənin sonuna yetirik. Hesab 1-1 bərabərlik sürür. İkinci hissədə görüşənədək.